Kardeşler, salam aleyküm, her vaxtınız xeyir olsun. Baxşiş müəllimdən gedirik. Göranam meçidimizə generator almağa, işıq vermək üçün. Bizdə işıq keçdiyinə görə biz cümə namazında dura bilmirik, sübh namazında dura bilmirik, əzanı verə bilmirik. Çox problem yaşayırıq. Yaxşı xeyirxah qardaşlarımıza mən bu fikri müəllimə bildirdim. Hacı Akram ağaya çıxdı dedim. Hacı Akram ağa biraz narazı oldu. Dedi ki pis vaxtıdır, cəmaatı xarca salmayaq. Mən yenə də bu narazılığa baxmayaraq müəllimlə məsləhətləşdim, Baxşiş müəllimlə. Allah onun canını sağ eləsin. Sizi böyrükdən əsirləməsin, abi. 15 nəfər xeyriyyətçi qardaşımızın arasında bölüşdük. 15 nəfər xeyriyyətçi qardaşlarımızla Baxşiş müəllim məsləhətləşdi. Bu işi, məsələn, hərəsi biraz pul atdılar. İndi gedirik Görandan o motoru almağa. İndi orada da alacağıq. Çəkilişlə sizə təqdim eləyəcək, gətirib Siyahını da oxuyacaq. siyahını da oxuyacaq, gətirib də kətdə bunu kodlayıb, xəttdən işığı aralayıb, onunla əzanımızı verəcək, onunla kombimizi işlədəcək, gidrafonumuzu işlədəcək, minutkamızı işlədib sizə təqdim eləyəcək, sizlərin sayəsində. Çox sağ olun, Allah canınızı sağ eləsin, öpürəm hər birinizi, Allah cibinizi dol eləsin, ömrünüzə, qazancınıza, canınıza bərəkət versin. Biz bunu ümumi də paylaşardıq. Sadəcə lazım olan vəsait hesabladı ki, 15 nəfər qardaşımızın arasında bölüşsək, elə bəs eləyik. Ona görə də biz çox adamı da narahat eləmədik. Bilirik ki, hamınıza desək, elə hamınıza dəstək olardınız. Allah hamınızdan razı olsun. Mənim dəyərli millətim, elim, obam, xeyriyyətçi qardaşlarımız. Elə 15 nəfər qardaşlarımız öz aramızda məsləhətləşdi ki, elə bunu yığağın alıb məscidə təqdim edək. Allah razı olsun. Yaxından əziz izləyicilərimiz, hər birinizi xoş gördük. Bugün 2 fevral 2026-cı ildir. Göran deyilən ərazidəyik. İdeal Agro. İdeal Agro elektron mallar satış mallar mərkəzinin müdürü Sahibi, Namik. Namik müəllimə təşəkkür edirik. Çok sağ, çok sağ. Yaxından çəkin operator. Deməli, bugün 15 nəfər xeyriyyəçimizin adından Ləmbaran kənd Cümə məscidinə dəyərli ağsaqqal Kərəm əmmimizin iştirakı ilə, təşkilatçılığı ilə generator alır ki, işıq keçəndə Ləmbaran kəndindən 15 min əhalinin üzərindən əzan səsi kəsilməsin. Amin, amin. Qardaşımız da qiymətdə bizə məscid olduğuna görə, Allah evi olduğuna görə qiymətdə bizə hörmət qoydu. 70 manat aşağı elədi. Ağsaqqal Kərəm əmminin adından müəllimə təşəkkürümüzü bildiririk. Xeyriyyə cəmiyyətimiz adından. Buyur, Kərəm əmmi. Arkadaşlar, gəlmişik, görandik, bax bu motoru alırıq, xeyirli olsun. Təkəllidir də. Xeyirli olsun, düşərli olsun, həmişə əzan səsi kəndimizdən əksik olmasın. Amin, amin. Allah Teala bu mağazanın rəhbərlərinə, işçilərinə, hamısına öz təşəkkürümüzü bildiririk. Qiymətdə də 650 manatdır, bizə 70 manatda burada hörmət elədilər, 20 manat bizim pulu verir, 50 manat oradan çıxır. Çok sağ olun, öpürüm sizi, Allah razı olsun. Allah Teala size xeyirli Sağ olun, amin, amin. Allah'tan sağ versin, cəmiyyətimiz adından təşəkkür ederim. Bura əməyi olan, zəhməti olan, bu işə dəstək olan qardaşlarımızın hamısını öpürəm, bağrıma basıram, minnətdaram. Çox sağ olun, Allah canınızı sağ eləsin, qazancınıza bərəkət versin. Əziz Ləmbaranlar, əziz xeyriyyətçilər, Göran tərəfə ürünüz nə vaxtı düşsə, nə almaq istəsəz, bu kişi ki bizə qiymətdə hörmət qoydu, elə biz sizin hamınızı təklif eləmiş gəlib elə alverə də bu da gəlsin. Çok sağ olun. Allah razı olsun. Var nə olsa bura gəlir. 15 nəfər qardaşımızın adını məscidin qarşısında inşallah siyahını oxuyacaq. Sağ ol, Allah sağ ol. Sana sağlık dostumuz ya. İçinin yağını da hamısını bax müdür özü təşkil edir Allah rızasına. Ne bak problem olsa koy maşınlarına yapma. İçinin deməli yağıdır, müəyyən şeylərin hamısından müdür özü pay təşkil edir qardaşımız. Allah razı olsun. Allah sizə can sağlığı versin əziz qardaş. Müəllim sizə təşəkkür edirik. Minnətdarı kanalımız adından. Allah razı olsun. Cəmiyyətimiz adından. Dedim ne bak xarab olsa ömürlük garantisi var. Ben pulsuz olacak dedim. Təşəkkür ederim. Sağ olun. Yok yok. Biz də kanal olaraq və xeyriyyət cəmiyyəti olaraq həmişə yanımız. Allah canını sağ olsun. Minnətdarı təşəkkür ederim. Gör Yevlax Gəncə magistral yoludur. Bax bu mağaza İdeal Agro. İdeal Agro'nun müdürünə təşəkkürümüzü bildiririk. Yağıdır, benzinin hamısını da pay verir. Allah razı olsun.
Kərəm əmi, ümumi qiymət nə qədər idi? 650 dedi, ondan 70 manatı çıxdı. Allah evi olduğuna görə, məscid olduğuna görə. Yüksək səviyyədə. Neçə kilovat oldu ən bu? 6.5. Bəli, bəli. Temiz 5 veriyor. Size gün gözleyeyim. Allah xeyirli və uğurlu eləsin. 15 nəfər xeyriyyətimiz adımını aldıq. Məsciddə inşallah oxuyacağım siyahını. Buraya gelip benim gözleyemedim. Demək, əziz izləyicilərimiz, motorun işlənmə qaydasını sizlərə qardaşımız burada izah edir. Bu çatırını qardaşım. Kasok çekeyim. Fasos orada değil mi? Kulakma da burada değil mi? Bir sızdırın. Maşallah. Əziz qardaşlarımız 15 nəfər eyləsimizin ardından 580 manatlı qardaşımızı təqdim edir. 1, 2, 3, 4, 5. Allah xeyirli. Allah'tan sağ olasın. 70 manat da bizim bu aksiyaya dəstək verir. Allah razı olsun. Təşəkkür ederim. Allah kheyir. Sağ olun. Allah'tan sağ olun. Minnətdarım. Təşəkkür ederim. İsveçasında bir dənə pay verdi. Allah'tan sağlık versin. Minnətdarım. Təşəkkür edirik. Buralara xeyir işlər gəlir inşallah. Olar 200 bana. 20 metrede şunul aldıq. Neçəlikdir bu şunul əmoğlu? 20 metre. Gelme. 2'nin 4'ü. Dörtlük. Bir tane de rubelnik aldıq meçide. Bu çoxun. 53 manat da şununla rubelnikə verdik. Allah xeyirli və uğurlu eləsin inşallah. 4 manat 50 qəpiyə də bunu aldıq. Meçidə. Deməli içine benzin töküb ehtiyat üçün saxlayacağıq orada. 10 litrdə benzin alıq ki, məscidimizdə həmişə zapazda benzin olsun, motorda işlətməyə görə. Allah qəbul eləsin. Kərəm əmi də burada, mən də burada. Dəstək verən qardaşlarımıza təşəkkür edirəm. 2 fevral 2026-cı il. Bərdanov Ləmbərəkət Cümə məscidi. Allah özü xeyir versin. Əziz izləyicilər, hər birinizi xoş gördük. Bərdənin Ləmbərən kəndindən. Bugün 2 fevral 2026-cı ildir. Ləmbərəkət Hacı Həmid adına Cümə məscidindəyik. Demək, gözəl adları, sanları, soyadları, ata adları siyahıda yazılmış 15 nəfər qardaşımızın maliyyə dəstəyi ilə və xeyriyyəçi Kərəm əmmimizin ağsaqqallığı ilə Ləmbərəkət Cümə məscidinə motor almışıq ki, işıq keçəndə Ləmbərən kəndindən azan səsi kəsilməsin. Mən əvvəla Allaha sonsuz şükürlər edirəm ki, bu imkanları qardaşlarımıza verib, qardaşlarımızla varından ayırıb bu motoru bu məscidə alıblar. Mən istərdim ki, siyahına oxuyum, qardaşlarımızı sizə təqdim edeyim. Hər birisinə təşəkkürümüzü bildiririk. Məmmədov Əmirxan Şabanoğlu 50 manat, Hacıyev Fərhad Fərruxoğlu 50 manat, Əlmərdanov Vidadi Bəkiroğlu 50 manat, Abdullayev Mədəd Səmədoğlu 70 manat, Süleymanov Fuqar Kərəmoğlu 50 manat, Məhərrəmov Salih Aydınoğlu 50 manat, Aliyev Kamil Alıoğlu 50 manat, Əlmirahov Ələkbər Əmrahoğlu 50 manat, İsmailov Həbib Əzizoğlu 50 manat, Əliyev Qalib Marifoğlu 50 manat, Adgözalov Məhəmməd İmranoğlu 50 manat, Əzəmov Kərim Səlimoğlu 50 manat, Zeynalov Cabir Usuboğlu 50 manat, Babayev Nazim İrşadoğlu 50 manat, İbadi Rahid Familoğlu 50 manat. Beləliklə ümumi 770 manat vəsait yığılmışdı. Motoru, şunulu, rubelnikin kanisterini, benzinini almışıq. Bir də get gəlmək üçün benzin puludur. Bir də yolda nahar etmişik. Allah qəbul eləsin. Allah dəstək verən qardaşlarımıza can sağlığı versin. Buyur, dəyərli ağsaqqal əmi, Kərəm əmi. Salamünaleyküm, hamınızı salamlayıram, öpürəm, bağrıma basıram. Operator yaxından çək. Bu təşəbbüsü mən irəli sürdüm. Bəli.
Değerli saqqalımız. Çox əziyyət çəkirdik burada. Cümə namazında işığı keçirdilər, namazımızı qılamırdik, əzan verə bilmirdik. Sübh namazında gənə hiylə, qaranlıqda qalırdıq. Işıq keçəndə. Gəlir telefon işığı ilə mən belə qərara gəldim ki, bunu bu dəyərli insanlarımıza, qardaşlarımıza, Baxşiş müəllimə deyim, Allah onun canı sağ eləsin. Bu qardaşlarımıza müraciət eləsin, biz də bu problemi aradan qaldıraq. Şükürlər olsun ki, Baxşiş müəllim mənim bu təklifimi qəbul elədi. Allah razı olsun. Bu əziz qardaşlarımıza, bu canları sağ olan qardaşlarımıza, həmişə xeyirxah olan qardaşlarımıza müraciət elədi. Bizim də bu problemimiz bir gün həll oldu. Getdik görandan aldıq, getdik ayının, oyunun, baçoğun, benzinin, filanın, nə lazımsa almışıq hamısını. Bura xaçladığınızın Allah sizə minəvvəzin versin, bunun da halallığını verin, xeyirliklə, can sağlığı ilə burada sizin sayənizdə bunu işlədək. Təşəkkür edirəm Kərəm. Allah sizi bizim başımızdan əksik eləməsin. Sizin kimi dəyərli saqqallarımızı alqışlayırıq. Hər birinizə uzun ömür, can sağlığı diləyirik. Allah Teala bundan da yüksək işlərə imza atmağı cümləmizə qismət eləsin, sizlərə qismət eləsin. Əziz xeyriyyətçilərimiz, biz bunu özümüz WhatsApp şəbəkələrimizdə paylaşmadıq. Özümüz bunu qapalı elədik. Elə məsləhətləşdik ki, 15 nəfər qardaşımız arasında elə bölüşək, məscidimizə motor alaq. Şübhəsiz ki, biz bunu ümumi paylaşım etsək, hamı istəyərdi ki, bu işdə öz qatqıları olsun. İndi düzdür, bütün aksiyalarda dəstək verirlər, kəndimizin abadlığına, yollarımıza, qəbirstanlıqlarımıza hamısı dəstək verib, bizim yanımızda olurlar, biz onların yanındayıq. Belə istəmədik ki, onlara cəfa olsun da. Əziyyət olsun. Olmasın. Elə 15 nəfərin arasında heç kim bu barədə inciməsin, küsməsin ki, niyə bizə də demirdi, biz pul qoyardıq. Buyur, həmi. İndi aziz qardaşlar, gedirəm mən bu vulkanı bu şununla qoşam ki, bizə bu lazım olanda rozetkaya taxaq, xodlayaq və bu işimizi görək, işıq versin. Bəli. Benzinlə kimi hamısı hazır. Benzinlə almışam, vulkasını almışam, hamısını almışam. Hər şeyini alıb keçmişik. Oldu, çox sağ ol. Allah razı olsun, bir daha təşəkkür edirəm. Bütün kainatı yoxdan var edən, əzəmət və qüdrət sahibi olan Allah qazancınıza bərəkət versin. Siz 15 nəfər qardaşımın timsalında Ləmbaran kəndimizin maddi, mənəvi, hüquqi cəhətdən istər yollara, istər qəbirstanlıqlara, istər asli əmniyyət dairələrə, istər evi yanmış insanlara ev tikmə aksiyasında Ləmbaranla bağlı olan bütün mövzularda verdiyiniz dəstəyə görə sizə təşəkkürümüzü bildiririk. Bismillah. Ya Allah, sən özün xeyir ver, sən özün bu işdən bizim məscidimizə, kəndimizə uğur bəxş elə ki, kəndimizdə işıq keçəndə azan səsi kəndimizdən əksik olmasın. Azan səsi olandan kəndimiz nurlanıb, kəndimizdə çox gözəl işlər həyata keçib. Allah məscidimizi, elimizi, obamızı var eləsin, Allah xeyirli və uğurlu eləsin inşallah. Mən çalışmışam ki, hər zaman Ləmbaran kəndimizin xeyriyyətçilərini, eləcə də Azərbaycanımızı bütün dünyaya yaxşı mənada tanıtdırım. Və bu gün də Ləmbaran kəndində belə bir gözəl aksiyaya dəstək verən xeyriyyətçilərimizi gələcək nəsillərə saxlamaq üçün öz kanalımda böyük bir paylaşım etdim. Allah dəstək verənlərdən razı olsun. Allah dəstək verənlərin qazancına, canına, həyatına sağlıq, salamatlıq və firavanlıq bəxş eləsin. Allah sizlərə yar olsun. Əziz və hörmətli izləyicilərimiz, kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, bütün dünyada olan millətlərlə insanlar biz Ləmbaran və Ləmbaranları görüb əhsən desinlər. 2 fevral 2026-cı il Bərdə rayonu Ləmbaran kəndi. Uca olan Allaha əmanət olun, növbəti çəkilişlərdə görüşənə qədər. Təqdim etdi Azərbaycan Qarabağ İdman Təşkilatının rəhbəri 2-ci Danqara Kəmər ustası, baxdığınız kanalın təsisçisi və direktoru Baxşiş müəllim Məmmədov. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.